il Şəki şəhəri Cuma kənddəyik. Gördüyünüz bu bostan sahəmizdə Sakata şirkətinə məxsus olan Şəmkir Aqronun təqdim etdiyi qarpız çeşidi Abad F1 çeşidi əkilibdir. Abad F1 çeşidi həm rəngi ilə, həm çəkisi ilə bazarın ən tələbkar çeşididir. Deməli, çəkisi gəlir 7 kilodan 13 kiloya kimi. Rəng baxımından da alıcıları cəlb edən bir çeşiddir. Bugünkü gündə kəsirəm. Baxaq bunun içinin rənginə. Maşallah olsun ha. Ya Allah. Maşallah olsun. Gəl. Çək buradan yaxından. Abad F1'in baba. Rəng almağına bax. Maşallah olsun. İçi də çox gözəldir. Dadı da möhtəşəmdir. Bax, dadına da baxaq. Dayı alıb birinci sən bax. Tapdıq dayım bostanındayıq. Maşallah olsun tapdıq ama Allah həziyyətini itirməsin. Əla. Baxma söz yox. Özündə oğruldu. Allah razı olsun. Allah həziyyətinizi itirməsin. Yaxından çəksin də maşallah olsun. Əla. Abad F1 çeşidimizin rənginə baxın. Maşallah olsun. 1x metrini ölçürəm, yəni şəkərini. Şəkəriyə baxın 10, 11, 12. Maşallah olsun. Əla. Allah xeyir versin, xeyirli bərəkətli olsun. Allah həziyyətini itirməsin ay dayı. Sağ ol, müəllim, sağ ol. Çox razıyım, sağ ol. Çeşidimizdə nə deyə bilərsən? Gedişat nədir? Yəni bir əkinçi kimi sən bu işin içindəsən də. Gedişat nədir? Bugünkü gündə bazarın tələbatı nədir? Bu çeşiddən gözlədiyin gözləntilər nədir? Bu çeşid bazara tam uyğun çeşiddir. Normal töküşü də var. Hardasa 7-14 arasında seçisi var. Maşallah olsun. Allah xeyir versin. 65 günə yetişən sortdur. Əla. 65 günündə yığım edirsən. 65 günündə yetişir. Maşallah. Oldu. Allah xeyrini versin. Xeyir olsun. Tahtıq dayın yeridir. Dayı eldənizdir. Rəşad da. Operator.